HAO-USD nədir? Əgər trading öyrənməyə başlamısansa, ən çox qarşılaşacağın adlardan biri HAO-USD olacaq. Demək olar ki, dünyanın ən məşhur treyderlarının böyük hissəsi məhz bu alətlə ticarət edir. Bəs HAO-USD əslində nə deməkdir? Ən sadə dillə desək, HAO-USD qızılın ABŞ dollarına qarşı qiymətidir. Burada HAO qızılın beynəlxalq kodudur. USD isə ABŞ dollarının beynəlxalq kodudur. Yəni HAO-USD qrafikinə baxanda əslində 1 unsiya qızılın neçə ABŞ dolları olduğunu görürsən. Məsələn, qrafikdə qiymət 3400 göstərirsə, bu o deməkdir ki, həmin anda 1 unsiya qızılın qiyməti 3400 ABŞ dollarıdır. XAU nə deməkdir? Bir çox insan düşünür ki, qızılın kodu gold olmalıdır. Əslində isə beynəlxalq maliyyə bazarlarında qızıl XAU kodu ilə tanınır. Bu kod latınca qızıl mənasını verən aurum sözündən götürülüb. Ona görə bütün brokerlərdə və trading platformalarında qızılı XAU kimi görəcəksən. USD nə deməkdir? USD isə United States Dollar, yəni ABŞ dollarıdır. Qızıl bütün dünyada əsasən dollar ilə qiymətləndirildiyi üçün bu cütlük HAO-USD adlanır. HAO-USD niyə bu qədər məşhurdur? Qızıl uzun illərdir investorların ən çox üstünlük verdiyi aktivlərdən biridir. Bunun əsas səbəblərindən biri odur ki, iqtisadi qeyri-müəyyənlik, müharibələr, inflyasiya və digər mühüm hadisələr zamanı investorlar pullarını daha təhlükəsiz hesab etdikləri aktivlərə yönəldirlər. Bu aktivlərdən ən məşhurlarından biri də qızıldır. Məhz buna görə HAO-USD gün ərzində yüksək hərəkətlilik göstərir və treyderlar üçün çoxlu ticarət imkanları yaradır. HAO-USD qiyməti niyə dəyişir? Qızılın qiyməti daim dəyişir. Bunun əsas səbəbi bazarda alıcı və satışçıların sayının dəyişməsidir. Əgər bazarda qızıla tələbat artırsa, qiymət yüksəlməyə başlayır. Əgər satışlar çoxalarsa, qiymət aşağı düşür. Bundan əlavə qızılın qiymətinə aşağıdakı amillər də ciddi təsir edir. ABŞ iqtisadi xəbərləri, faiz qərarları, inflyasiya göstəriciləri, mərkəzi bankların qərarları, geosiyasi gərginliklər, ABŞ dollarının güclənməsi və ya zəiflənməsi. Bu səbəbdən HAO-USD treyderləri iqtisadi təqvimi daim izləyirlər. HAO-USD-də necə qazanc əldə olunur? Trading zamanı əsas məqsəd qiymətin hansı istiqamətdə hərəkət edəcəyini düzgün proqnozlaşdırmaqdır. Əgər qiymətin qalxacağını düşünürsənsə, buy əməliyyatı açırsan. Əgər qiymətin düşəcəyini düşünürsənsə, sell əməliyyatı açırsan. Qiymət sənin proqnozlaşdırdığın istiqamətdə hərəkət edərsə, qazanc əldə edirsən. Əks halda isə zərər edə bilərsən. HAO-USD yeni başlayanlar üçün uyğundurmu? Bəli, lakin əvvəlcə bazarın necə işlədiyini öyrənmək vacibdir. Qızıl yüksək hərəkətliliyə malik olduğu üçün həm böyük qazanc, həm də böyük risk yarada bilər. Bu səbəbdən yeni başlayanlara əvvəlcə demo hesabda məşq etmək, daha sonra isə kiçik risklərlə real hesaba keçməyi tövsiyə olunur. Nəticə olaraq HAO-USD qızılın ABŞ dollarına qarşı qiymətini göstərən maliyyə alətidir və dünyanın ən çox ticarət olunan aktivlərindən biridir. Əgər qızıl tradingini öyrənmək istəyirsənsə, ilk növbədə HAO-USD-nin necə işlədiyini başa düşməli, daha sonra isə texniki analiz, risk idarə etməsi və düzgün strategiya qurmağı öyrənməlisən.